Ümumiyyətlə, bilirsiniz, Müzəffər ordumuzun, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərqərar olunub və işğaldan azad olunmuş əraziyə həyat qayıdır. İnsanların repatriasiyası eyni zamanda onların məşğulluğu ilə əhatə olunmalıdır. Və keçən dövr ərzində ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə 8000 vətəndaşımız işlə təmin olunmuşdur və 742 nəfərin də məşğulluğa cəlb edilməsi istiqamətində fəaliyyət həyata keçirilməkdədir. Təkcə 2025-ci ildə 2847 nəfər vətəndaşımız işlə təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə eyni zamanda özünün məşğulluq proqramı və bu proqramın zərfləri də aktiv şəkildə vətəndaşların ixtiyarına verilməkdədir. Onların maliyyə dayanıqlığının təmin edilməsi və öz bizneslərinin qurulması, iqtisadiyyata və töhfə vermələri üçün 154 nəfər özünü məşğulluq proqramına cəlb edilib. Ümumilikdə özünü məşğulluq proqramına cəlb edilən vətəndaşlarımızın sayı 705 nəfərə çatdırılıb. 266 nəfərlə də bu istiqamətdə işlər aparılır. Əsasən özünün işğaldan azad olunmuş ərazi özünü məşğulluq proqramına cəlb edən vətəndaşlarımız Xocalı, Ağdam, Ağdərə, Ağdam və Füzuli rayonları ərazisinə repatriasiya edən vətəndaşlarımızdır. Ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçən vətəndaşlarımızın 58% dövlət, 42% isə özəl sektorda çalışmaqdadır. Digər aktiv məşğulluq tədbirimiz olan peşə hazırlığı da işğaldan azad olunmuş ərazilərdə aktiv tətbiq edilməkdədir. Ümumilikdə 152 nəfər peşə hazırlığına cəlb edilib və müvafiq qaydada işlə təmin ediliblər.